Xalq artisti Röya Ayxan dəbdəbəli evində dostlarını bir araya yığıb. Bugün TV Bakı.ws istinadən xəbər verir ki, sənətçi illərdir həm sənət, həm də ailəvi gediş-gəliş etdiyi məşhurları qonaq edib. Onlar arasında müğənni Elnur Məmmədov, Natəvan Həbibi, əməkdar artist Abbas Bağrov, Xəyyam Nissanov da olub. Əməkdar incəsənət xadimi Vakif Gərəzadə də dəvət edilən qonaqlar arasında olub. Sevindi Lakifoğlu, Samir Əliyev, Bugün TV.